Selamünaleyküm. Yusuf hardadır? Canlıyım. Sen dedi ama dostum geldi. Geldi yanında sen de. Tez ol. Ben şeyin olmasında izleyen gördüm. Selamünaleyküm. Bugün indi bir nefer var canlıya girəcək. Həqiqəti danışacaq. Kimdir, kimdir? Həyatda belə bir şey vermişsiniz, oğlunu söhbətə çağırırsan, oğlu söhbətə gəlmir. Onu da gördük. Oğlunu söhbətə çağırırıq, oğlu söhbətə gəlmir. Bir dənə də yaz ki, adın getdiyindən təzdən Rus göndərdi. Rus göndərmişəm, qəbul elə. Bir var ki, onu tanımayan söhbətə çağıram, onda deyək ki, bu kimdir? Kimdir ki, hər çağırandan söhbətə gedərlər, o var. Amma məndən bundan söhbəti düşüb axır. Təsəvvür oğlu söhbətdən qaçır. Necə söhbətdir? Yusuf, səni göndərmişəm, dən qatıl da. Bugün yenə ona xəbər göndərdim bayaq. Mesaj da gönderdim başkasının adıyla. Yine cevap vermedi. Oğlu söhbətdən qaçar. Düzdəcə biri oğlunu tanımırsa, hər kəs oğlunu söhbətə çağırsa, onda qaçar. Yəni getməz. Deyər ki, bu kimdir mənə çağırır? Məndən bunun söhbəti yox, bir şey yox. Amma fakt, mənim ondan söhbətim var. Onu söhbətə çağıram, söhbətdən qaçır. Şimdi bir nəfər var, həqiqətdə gəlib danışacaq, mən də siz kimi qulaq asacağım. Həmin adamı gözləyirəm ki, gəlsin. Onda bilsinlər ki, nədir. Yusuf, qəbul elə də. Yusuf, göndərmişəm, qəbul elə. Salam, akşamın xeyir. Salam. Salam, akşamın xeyir. Necəsiz qardaş? Nə var, nə yox? Sağ ol, sən necəsən? Necəsən? Axşamın xeyir qardaş, axşamın xeyir. Necəsiz? Nə var, nə yox, bura? Neyinirsiniz? Şükür, salamatçıq. Heç nə, mən təəccüb edirəm ki, oğlu söhbətdən qaçır. Təzə tema. Necədir, yaxşıdır? Canlı nəsə donur qardaş. Mənim səsim net gəlir sizə. Hə, net gəlir. Danış qulaq asay, mən də bilim. Yusuf. Hayır Yusuf. Donmur, canlı donmur. Yusuf. Ha qardaş, demək belə. Bax, mənim adım Rusifdir, Talış deyirlər. Əslində Cənub bölgəsindənəm. Burada düzü danan, düzü əyəndə qad olar da, xod pavarabuskonmu danışaq. Səsim gəlir də, yəni eşidirsiniz də məni. Burada olan qardaşlar, dostlar, hə brat, eşidirəm. Nəsə canlı donur brat.
Donmur, səsin yaxşı gəlir, danış. Canlı Demək bir donmur. söhbət eləyək də. Eləyək. Sənə deyim 3 il bundan qabaq bir tema ablaşası oldu. Talış var. Adını çəkməyəcəm. Binəqəddə qalır. Hə. Bunun 3 dənə uşağı var. 2 qızı, bir oğlu var. Hə. Səsim gəlir də, yəni sizə qardaş, yox. Gəlir. Hə, sakit qalıb qulaq asıram sənə. Yusuf, sən söhbət Ha. belə, səsin gəlir. Demək qardaş, söhbət ablaşası oldu bizə. Xəqani var, bizim dostumuz, 10 tərəfdən, Naxçıvanlı. Nəysə çıxdıq, danışdıq, düzdük, çıxdıq, danışdıq, düzdük, qoşduq, kimlə danışaq? Bu da faizə pul götürüb, faiz temasıdır. Qara tərəf biz tərəfdə girmir. Faiz temasıdır, faizi dondurduq ana pulu verməkdən ötəri, bildin nə də? Bu da indi düşmüş adamdır. Obşem, əl qaraz qardaş, çıxdıq, mənim özüm şəxsən danışmışam da Rüfətdən. Çıxdıq, danışdıq, dedi ki, bəs bu adam yazıqdır, buna 8 ay vaxt lazımdır, 120 min manat pul verəcək. Sadəcə bir vaxtdır, buna alay, hörmətin də olunacaq da dalışıb o şey. Diyor, brat, pisiyo, danışdıq, uşaqlar, qardaşlar da yanımda söhbət elədik, pisiyo. Qardaş, 2 ay yarım çəkmədi, o qarşı tərəfdə razılaşmışdı. 2 ay yarım çəkmədi, uşaq yiyələri, hansı ki, bu adam var ha, evində faizə pul götürən adam. 2 ay yarıma bunları atdırdılar çölə. İtlər, mitlər gəlmişdi Binəqədiyə, biz uşaqlarla çıxdıq, bıçaq, nə bilim, putulka, xəncələ qədər. İtlərlə çıxdıq əməlli başlı qırığına. Evi vermədi. Nəysə, əl qərəz. Çağırdılar ki, bu nə? Dedim, nə də 8 ay vaxt alıbsınız, xalqı 2 ay yarım 3 dənə körpə uşaqdan atdırdınız çölə. Bu belə bir şey olar ha. Sən belə Varabuskoy deyirsən, oğru deyirsən, belə bir şey yoxdur da Varabuskoyda. Biz bunu yaşayırıq da, biz bilirik nə var, nə yox. Nəysə, biletimi alırıq ki, abra söhbət eləyək. Dedim, atdım pasportumu. Dedim, kəsatçılıqdır, təzə çıxmışam özdə. Ala pasportumu, biletimi alın, hara deyirsiz gəlim. Luboy yerə, Luboy vaxtında söhbət eləməyə də hazıram. Nəysə, qardaş, bilet alınmadı, bunlar bu söhbətin üstünə bir quş. Keçək ikinci məsələyə. Keçək ikinci məsələyə. Səsim gəlir də yəqin ki. Sən oğlusan Gəlir, da. Biz görmüşük oğlunun stolunda oğru lişeniya verər. Oğru kimi sənə palıçat elətdirər stolda. Oğlunun stolunda komersant oturub, durub avaraya əl atır. Oğlunun stolunda komersant avaraya əl atırsa, ondan oğru olmaz, qardaş. Bunu yəni bilən qardaşlar var bəlkə də burada. Bilənlər bilir mən hardan söhbət edirəm, kimdən söhbət elədiyimi də bilirlər bəlkə də. Gör neçə min adam var burada. Yəni deməyim bilsən nədir? O danışırlar, deyirlər, indi bəziləri bilmir, sən çıxıbsan qardaş, mən sənə prosto bilsən nəyə görə deyirəm. Biz haqqı da bilirik, nə haqqı da bilirik. Biz elə həmişə də haqqın yanındayıq. Bizim elə meydandayıq, bizim də heç kimdən çəkinəcəyimiz yoxdur, brat. İndi ikinci xod pavtaron, üçüncü söhbəti deyim sizə. Kamran var, Lənkəranlı. Lənkəranlı Kamran var. Bu əlində bir dənə xonça tutdu. 1000 dollar da pul götürdü, getdi İsmail kişinin yanına. Rüfətin atasının. Verdi evlərində hədiyyə verdi ki, bəs mənim belə bir problemim var. 17 milyonumu yeyiblər rubulla. 17 milyon rubulla pulumu yeyiblər. Bunu bir dənə nə olar, Rüfətə dinən vasitanaft elətdirsin. Mehribançılıq, problem yoxdur, düzüb qoşarıq. Qardaş, düzüb qoşarıq. Bunun anası xəstə. Bu opşən, bunlar bunun çağırdılar görüşə, söhbət olundu və bizim qardaşlar da o söhbətdə idi. Düzdülər, qoşdular, həmsini çotqu düzüb qoşmuşdular. Sonra nə oldu? Rüfət arxadan bu bizlərə qayıdıb ki, davay pulu mənə verəsiz. Hansı ki verəcəklərə, hamıdan gizlincə. Pul Rüfətə çatır. Bunun anası da xəstə. Qardaş, anasına 2 milyon pul lazımdır ki, bu sağalsın, operasiya olunmalıdır da. Buna o pulu vermədilər, onkoloji xəstə idi anası, Lənkəranlı Kamrandan söhbət eləyirəm.
Onun anası rəhmətə getdi, 2 milyondan yana. Halbuki o pulu almışdılar, verə bilərdilər. Başa düşsən nə deyirəm? Burada olan qardaşlar da, çoxsu mən girəm ki, görürəm sənə söyürlər eləyirlər, bəzən haqqı bilmirlər. Mən burada çıxıb deyirəm ki, qardaş, bildiyiniz kimi, bilmədiyiniz kimi hər şeyə atılmayın da, cəmaata söyməyin. Kimsə çıxıbsa haqqın tələb eləyirsə, ona söymək lazım deyil, ona patləşqə olmaq lazımdır, dəstək olmaq lazımdır ki, adam düzü deyir. Bugünkü gündə o uşağın anası da rəhmətə getdi, o pulu da vermədilər. Bildin necə, brat? Yəni biz bunları bilirik. Onlar, o həmən Kamran öz balasına çörək alıb aparıb verə bilmir, gedizdirə bilmir. Halbuki o boyda pulun yiyəsi olur. Bildin nə demək istəyirəm sizə? Yəni bu girirlər platformada söyürlər səni. Mən baxıram ki, çox vaxtı mən heç kimi də takibə almıram. Mən sadəcə girirəm özüm üçün baxıram həmişə. İndi girirəm sənə belə görürəm bu vəziyyətdə. Mən ona görə çıxdım danışam ki, qardaş hər şeyə atılmayın. Bildiyiniz şeylər var, bilmədiyiniz şeylər var. Ona görə deməyim bilsən nədir? O çoxsu ola bilər ki, biz belə, biz eləyik, biz oğrunun yanındayıq, biz oğrun. O qardaş, o heç kimdir. Əgər ki, bugünkü gündə çıxırsa kimsən, hansısa yetimsağının haqqını yeyirsə, bespridellik eləyirsə, mənim üçün lişni heç kimdir. Nəinki mənim üçün, elə mənim qardaş bildiklərim üçün də, elə mənim semyam üçün də. Təbii ki, Tembol harda görünüb oğru söhbətdən qaçar. Daha ki, kimin də nə sualı varsa desin, mən tamamlayayım, vurğusunu da, nöqtəsini də deyim. Bir də qadın zəng elədi mənə. Əgər bir insan ki, bugünkü gündə çıxır, haqqını tələb edirsə, haqqını istəyirsə, qardaş, onu protiv çıxmaq lazım deyil, onu əzmək lazımdır. Əli Nağıyev necə ki, milləti əzir, tapdalayır, besbirdellik eləyir. Siz bugünkü gündə elə eləməyin. Bugünkü gündə heç olmasa haqqı deyin, düzü deyin. Sizə deyən yoxdur, siz nəsə səhv deyin, kimsə oğruya söyün və yaxud da səhv nəsə deyin. Qardaş, siz haqqınızı deyin də, bu faktı bunlar olan bir şeylər də, bunlar real bir şeylərdir. Prosto bir balaca büzü istəyir deməyə. Allah'a min şükür, biz meydandayıq, sözümüzü də luboy insana deyə bilirik. Elə bundan sonra da ölənə qədər də deyəcəyik. Bizim çünki damarımızda axan qan təmiz qandır, çirkin qan deyil, bura. Şükür Allah. Bunu da belə də bilsinlər. O 50 manat verirlər kiməsə deyirlər, çıx filan kəsi sök, çıx filan kəsi sök. O 50 manatdan qutaracaq işlər deyil, qardaş. Burada elə bilmədiyiniz çox şeylər var. Məni söyən o Lənkəranlıymış, masallı dörüymüş. Bir dənə Lənkəran əmni olduq ki, deyəsən hesabı var. Qardaş, Moskvada 999. Moskvada adını çəkmək istəmirəm böyük qardaşın. Diplomatı deyirəm. Belənçinə deyim bil. O boyda adamı tutdular da, nə gözləyirsiniz siz? O tutulası bir adam deyildi də, onu tutdular da, yəni bu göz qabağında olub. Onu kim tutturub? Bir də elə belə dərinliyinə gedin də. O boyda adamı var ya onun. Onu tutdular da, yəni bu nə deməkdir? Zaru tutturdular Naxçıvanski. Nəyə görə tutublar? Heç bilən var onu burada. Bilən yoxdur. Prosto adam mən istəmirəm burada hamısını açıb ağardan. Yəni qardaş, hər şeyə çox belə o kimsə çıxır oradan xal yığır. O belə filan kəs belə, bəhmən kəs belə, yəni onunla deyil qardaş. Əlbəttə. Bir nəfər də demir ki, oğlum Arif neçə ilin oğrusudur. Sadə prosto həyat yaşayır, Sumqayıt Arif. Belə pis çıxmasın. Rüfətdən də qabaq olub. Heç rüfət onda heç olmuyor. Bugünkü gündə Arifin bir dəqiqə qalenvagenləri zadı, bəzi indi oğlular var, böyük qardaşlarımız var. Onlar da sürə bilər də onu. Çünki onlar istinli həyat yaşayıb, təmiz həyat yaşayıb, özlərinə söyüşü pazvaliyyət eləməyib. Hansı müşikdən çox söyülüb də, gəlin belə bir şey danışaq. Hansı müşik bunun qədər söyülüb? Müşiki deyirəm ha. Hansı indiyənə kimi eşidibsiz Arifə, Datoya, Vaqifə, nə bilim, bəzi böyük qardaşlarımıza kimsə söyüş söysün. Eşidibsiz, eşitməyibsiz. Bir niyə Rusif, eşitsən, bu Minni Pərviz Talışsa salam göndərir. WhatsApp-a yazıb. WhatsApp-ına cavab verə bilmirəm, canlıdayım.
Rusif deyəsən dondu, internet zəifdir. Bax görürsüz də. Tək mən deyirəm ki, 1000 dənə belə səhv eləyib. Bu heç kim abartmır, demir, eləmir. Onu sevənlər, məsələn, mən görmüşdüm belə İmam Hüseyn aşiqlərin, zarafatsız bir səhvdə məhərrəmlik zat, İmam Hüseyn yolunda fəda olanlar, İmam Hüseyn yolunda nə bilim, ölməyə hazır olan insanlar. Bu Rüfəti elə bir şey eləmişsiniz. Rüfəti söyləməzsiniz, Rüfətin qardaşıyam, heç məni tanımırsınız, onu tanımırsınız. Rüfət sizi tanımır. Bədbəxtçilik orasıdır ki, Rüfət sizi tanımır. Heç Rüfətin nömrəsini bilmirsiniz. Sabah sizin bir dənə probleminiz olsa, Rüfət yenə yeyib içməyində olacaq, heç vecini olmayacaqsınız. Özünüz sıcaq baxmayın, o da atsız. Lazımdır sizə. Biraz gözünüz açılsın da. Cəmaatın bir anası xəstə idi, onu 17 milyon alıb, oradan 2 milyon rubl, rubldan söhbət gedir ha. Ya 1 milyon rublu götürün 20 min manatdan. 340 min manatını alıb. Qazi Həmzə görüm kimdir. Bu qədər faktlar var, biri yalan. Salam mənim gözəl qardaşım. Salam qardaş. Oynayaq. Yox, bu mən bilmirdim. Girdim mən o Oynayardıq da xahiş edirəm. yaxşı, yaxşı. Adam yox deyir, məndə dəstək olan yoxdur. Gedirlər boşa dəstək olurlar mənə. Nə ekranımı bəyənmirlər, nə də. Heç hədəfim qalıb burada atan yoxdur. Qazi sənsən, Allah köməyin olsun. Olar mən səsi bağlayım, söhbətimi eləyim, oyun gedir onsuz. Ha, necə? Çox sağ ol. Yəni göz Rusif də gəldi, danışdı. Ki bu cəmaat bir nəfərin anası ölür təsəvvür edin. Onun 17 milyonunu götürür. Oradan 2 milyon rubl, 20 ilə götürən, yəni 34 min manatını vermir. Orada özə söhbət belə olub. Qayıdır, deyir ki, anan xəstəli öləcək, onsuz mənim də anam öləcək də. Bu cavabı verir. Belə şey olar, bu hansı vicdana çıxar? Lap oğru aləmin, vor aləmin qoydu. Bu insan, qadın kişini də qoydu. İnsan olaraq bu hərəkət insanlığa sığar. Sığmaz axı. Yəni, bunlar hamısı səhvdir. Ona görə bildiz bilmədiz tərəfə durun. Hardan görünüb ki, oğrunu söhbətə çağırdılar. Oğru söhbətdən qaçır. Mən yoruldum video çəkməkdən, onu çağırmadım. O yorulmadı belə qırağa qalıb şey eləməkdən. Ora bura xəbər göndər ki, başını əzəcək, öldürəcək. Baş əzməkdən burada çıxıb demirəm, səni baş vəzəcəm, səni öldürəcəm. Deyirəm ki, əvvəl söhbət ver, söhbət ver. Haqq nədir, nahaq nədir bilinsin. Ondan sonra başımı əzə bilsənəz. Bunlar belətdə, bunlar səhv olan kimi anda deyir ki, onun başını əzək, bunun başını əzək. Bu çatda artıq əşki yazanlar, hər kəsin ömrəmi bilir. Bax, istəmirəm söyləyəm. Götüz çatır, zəng eləyin mənə, söhbət eləyək. Eləyə bilərsiniz. Mən indi Bakıda döyürəm, mən Azərbaycanda döyürəm. Mən görüşməyə də qardaşlarım var. Görüşə bilərsiniz. Niyə deyirəm görüşməyə qardaşım var? Demini Tural qoxdu. Mən orada döyürəm. Onda mən dedim, sənin qardaşın Rüfət qoxdu, sən gəlmişsən üstümə. Orada bax, yazırsınız, bax, bir nəfər var, nömrə istəmirəm göstərəm. Uşaqdır. Mesajı yazır, silir. Zəng eləm açmır. Yəni, dərin fikirləşin. Kim Rüfətə yaxındırsa, gəlib desin ki, Rüfət söhbətdən niyə qaçsam? Onsuz geçtezi var. Bu Rüfət yatdı, yuxudadır, almadı ki, kimlərsə yığışıb ona ad verib. Həmin məclisi bir dəfədə necə olsun yığdıracam ortaya. Onu da çağıracam, onun da cavabını oradan Rüfət məndən alacaq. Bu Muraddı bildirsə, bu daha heç nədir Murad. Muradın nəyindən danışım? Bir adam ki, eşitdiyim öyle birinə maşın bağışıb ki, məni onun yanına sal. O adamdan nə gözləyəsən? Yox, mənim onlarla da söhbət, onların da mənlə söhbət olsun. Onlar qəhbə kimi hərəkət eləsələr ki, bax, mən yenə deyirəm, mən oğru döyürəm, mən avara döyürəm, mən bu həyatda döyürəm ki, mənim prinsiplərim olsun. Yəni ki, bu toxunulmazdır, bu toxunulmalıdır. Mən bir insanım. Əsəbi də bir insanım. Mənim gözümdə eşin olmayacaq. Yəni, onsuz bu işin axırı pis qutaracaq. Mən stolda haqq da çıxsam, bunlar kini, küdrəti içlərində saxlayıb nə vaxtsa mən pis eləyə bilər, istəyəcəklər. O qədər də axmaq deyirəm ki, o şansı onlara verin. Yəni, söhbətin axırı yaxşı qutarmayacaq. Prosta ki, deyirəm ki, o cavan kütlə var, bunların dalına gedir, təsbih əlində gedir, orada bunu elişir, söhbət həll edir, zırt edir, axırı ya türmə olur, ya da ki, torpaq altı. Lazımdır. Ayırma, Rüfət budur. Rüfət rəhmətli Rövşənin masasına görə qalxıldı.
Həmin o masa Lənkəranlılardır, Gəncəlilərdir, ümumiyyətlə bölməyək Azərbaycanlılardır. Biz qaldırmışıq bunu. İndi görürsünüz ki, haqsızdır, vuraq yerə də. Niyə şey eləyirsiniz ki? Temboli yalan danışırlar. 10-15 gündür söhbətə çıxmırlar. Telefonda mesajlar var, istəmirəm göstərəm. Onun lap yaxından yazıblar ki, şeydir, dinlə ona danışaq. Görüşdən qaçır. Görüşdən qaçır, telefona çıxmır, yalan danışır. Belə oğru olar, belə insan olar. Hələ bir dənə də söhbət bilirəm ki, Lənkəranda bir nəfər deyiblər ki, sənə işi bağlayacaq, eləyəcək, bantizmdən tutturublar. Astrallı bir dənə o qardaşı heç hələ il istəyərəm ki, tanıyam onu. 250 min dollar problemi var. Nəsə ona axırda tutturublar, səhv eləmirəmsə, amma pul atıblar da. Bunlar ata-ata edir də. Qardaş, düzdür, mən heç oyun oynayan olmamışam, oyundan çıxacağım. Zəhmət olmasa qaziyə girib səhifəsinə kömək eləyərsiniz. Kartım var. Kartımı desem olar. Ha, dinən qardaş. Yəni bu blok. Yəni mən bilmirəm ha, yəni blokçada düşməliyik ki, sonra canlı. Yo, yağın ki düşməli. 52-39 15-17 59-47 59-27 Salam lady, necəsiz? Qardaş yazırlar, orada blok olacaq. Sən ən yaxşı kartı mənə yaz mesajla, demə. Mən öz qardaşlara, uşaqlara göndərərəm söz. Demə. Yo, bu blok olmaz. Çünki yazırlar, mənim anlayışım yoxdur. Yo, o Hilə bioya qoysun, yazırlar bioya qoysun. Bloka düşəcək deyir. bir oraya yan koyun. Hə. Şəxsiyə göndər. Takib at mənə, şəxsini atım. Yaxşı qardaş, at. Göndərdim. Fransiya, Belçika. Takib at mənə. Atmışam. Qardaş, ayrıla bilərik. Bu o çıxa bilərsən zəhmət olmasa. Bir dənə burada mənim bir vacib söhbətim var. Xahiş edirəm. Yəni incimsənsə. Sən mənə kartı at, mən də göndərərəm. Uşaqlar. Bir o oyunda oynayardı, xahiş edirəm. Mümkünsə. Hədəfimə atardılar da. Hədəf oymuşam bir dənə. Yaxşı. Oynayaq. Salam Elgün, necəsiz? Salam Mahir. H2 o su filtrləri. Çox sağ olun. Allah cebinizi dolu eləsin. Allah başınızdan töksün, necə edim, necə edim deməyəsiniz. H2 hədəfimi atardınız.
mümkünsə. Mən xahiş edirəm. Hədəfimə ürək qoymuşam 5 dənə. 120 nəfərsiz xahiş edirəm hər birinizdən. Kimin jetonu varsa atsın. Hədəfimi qoymuşam. Tərtəmiz. Birini Pərviz o Lənkərandan hamıya sənə salam göndərir. WhatsApp-da mənə yazmışdı. O həmin telefonla konuşmuşam. Bilirəm. Yo, hədəfim Mən bilmirəm axı. İndi oyun qutarsın, mən bir iki var danışacağam. İndi bir iki dənə tema var o. Mən də onu danışım. Mən də askımı taxmamışam, yaxşı oxuya bilmirəm ki. Nəyə gözüm çatmışır, onu oxuya bilmirəm. Yox, artıq yazanda gedir bloka. Yaxşı. Deməli belə. Yəni, tanış qardaşımız da Rusif dadı, qoşuldu dedi. Yəni, bu boyda yalan olmaz ki, çıxım 10 gün bərabər bağırım, qışqırım, danışım, video çəkim. Tembol mən indiyə kimi canlı açmamışdım da. Mənə canlıya məcbur elədilər. Mesajlarını göstərdim. Canlıdan əvvəl nə qədər mesaj yazmışam, oxuyublar, cavab verməyiblər. Axırda deyiblər ki, ged, nə edirsən elə. Mənə bir dənə bu yol qoyublar, gəlirlər deyirlər ki, bu Maytor şiridir. Maytor şiri olsam fake hesabdan gəlib kimisə söyərəm. Açıq aydın deyirəm ki, mən oğru Rüfəti söhbətə çağırırım. Deyə bilməzi gəlmirəm. Onda deyə bilər ki, gəlirəm. O mən şəxsimətlə tanımıyam, mənlə oturub çay, çörək, içməyə, yeməyə. Onu çağırım, deyər ki, hər çağıran qapıya gəlmərəm. Özün yanı ağır aparar, yüngül aparmaz. Doğrusu da onda o olur. Amma bu adamın məndən şəxsi söhbəti olub, iş gördüyümüz olub, verdiyi sözlər olub. Ona görə mən onu haqqımdır ki, söhbətə çağırıram. O da söhbətə gəlməlidir. Gəlməyənə qədər davam edəcəm. 1000 dənə nə qədər poxlava deyəcəm. Bu Astralda bir dənə tema olub. 250.000 dollar. Həmin adamı nə qədər demişəm ki, kimdir tanımıram. Yəni belə xəbər göndərmişəm. Xəbəri olsun. Qoşulsun, o da desin, amma o qoşulmur. Çəkinir. Ay qardaş, çəkinmə, haqqımı tələb elə. Haqqımı tələb elə ki, mənim elədiyim səhvi, sən elədiyin səhvi, bunlara inanıb bunların qapısına kömək üçün gedən səhvi bizdən sonraşlar eləməsin. İnsanların gözü açılsın, cavanlar bunlara poddeşka eləməsin, bunlara həsəd aparmasın, yəni bunların yolunu getməsin, bunların yolu yoldur. Belələri bu adı ona görə almaq istəyir ki, var dövlətə pula görə. Gedib otursunlar, bahalı yerdə yesinlər, içsinlər, başqalarını bədbəxt eləsinlər. Fakt, onun söhbətə çağıranlardan biri mən, niyə gəlmir? Deyirlər ki, Tural bizi yandıracaq. Yaxşı, görüşə gəlmə, telefonla danış. Niyə danışmırsan? Yəni, ayrılın. Bölgələrə də bölmürəm. Hamımız biri, hamımız qardaşıq, Azərbaycan. Niyə meşə çaqqalsı olmur? İçimizdə belələr də var. Onu da bilək. Qardaş, çox sağ ol. Yazırlar ki, burada jeton atacaqlar sənə 15 kalıq. İlində oyuna yardım. Yox qardaş, bax, 2 dəfə etdin, dedim, sağ ol. İkincini dedin, okey etdin, üzürlü say. Xahiş edirəm. Dedin, okey edin. Vacib işim var burada. Xahiş edirəm bir qardaş kimi. Başqa, mən oyun oynayan deyirəm. Orada yazılar hədiyyə atacaqlar. Qardaş, sən kartı 15K-lıq mən sənə şeyi həll eləyəcəm, söz. Sən mənə kartımı şəxsidə yaz. 15K nə eləyirsən, onu sana kartıma göndərəcəm. Ya deyirlər ki, oyuna bir Mən iki güzel xahiş elədim, qəbul elədim. Gəl bir-birimizi başa düşək.
Mən bunu indi ayrıla bilmirəm, başım çıxmır. Zəhmət olmasa ayrıl, səndən xahiş edirəm. Ki attım, karta attım. Tamam, mən kartı 15 qan nədirsə onu göndərəcəm bir saatda. Canlı bağlayan kimi. Ha. Necə ayrılaq? Necə çıxır? Mən bilmirəm. Yox, bağlamaz. Qardaş, necə ayrılaq? Necə bu oyunu sonlandıraq? Mən ayrılmaq istəmirdim. Əslində. Qardaş, vallahi bu acı söhbətimə mən bura oyun oynamaya gəlmirəm. De indi açsın kartı. Yəni, onu mən necə deyim indi at. O ürəyiz. Qardaş, Hə, atır az kartı. Sən göndər, indi atıram elə. Yaxşı. Ha, yəni gözlə. Bu necə çıxırlar? Burada mənə yazın da, mən çıxa bilmirəm axı. Oyunu necə sonlandırım çıxır?